Azərbaycanda car parkinqlə bomba bölümlərinə xoş gəlmisiniz. Bu gün dəli çılğın bir şey edəcəyik. Yəni Huzeyfa Hakanın türk versiyasını edib, biz də dedik Azərbaycan versiyasını edək. Yəni son videosuna baxmayanlar baxa bilərlər. Bu gün təbii ki Azərbaycan serveri düzəltməyə çalışacağam. Yəni Azərbaycan yeri düzəltməyə çalışacağam. Buradan My World, çoxuna belə burada My World yazılır. Amma nəsə girək. Bu gün market məhləzat düzəltməyə fikirləşirəm. Əsas market düzəltməyə fikirləşirəm. Ən bir çox düzəlişlər edəcəyik. Azərbaycan bayrağını düzəldəcəyik. O girsin bir dənə. Girə bilsə yükləniyor hələ. Biraz gec girir nəsə. Güncəlləməyə görə bağızatdı yəqin. Buradan görürsünüz zıpım editor var. Yüklənir zıpım editor. Girək. Bir dənə yüklənsin hepsi. Ben burada bir tane şey bundan koymuştum. O başladı. Neyse kalsın burada. Gəlin biz saraya gedək. O tərəflərə gedək. Market tərəflərə gedəcəm. Market harda ola bilər? Gəlin bu tərəfə gedək. Ay qaydaq vəbşəm arxaya dostlar. Bir dəqiqə. Ver arxaya. Kameradan narahat eləyir. Getdik. O bu açı təkər. Ayar burada təzə qoymuşam ki təkər ayarını. Zor ayardan o. Market məncə qabaqda olmalı. Market burada var. Burada market var idi axı. Yoxsa bunu söküb buranı düzəldib. Məncə verirsən sən. Buranı fikirləşib gəldim bura. Bu petrolları az petrol eləyə bilərik dostlar. Az petrol yaşlar az petrol yazıb eləyə bilərik. Yoxsa belə bir yer tapdım. Gəlin drona baxın bu məhləni düzəliş edəcəyik. Xəritədə çıxdı, xəritədə görürsünüz kimi baxın buradır. Tam bura görürsünüz kimi belə. İlk az petrol, gəlin az petrol düzəldək. Zıpım editor. Buradan belə getmək orada. Biraz tez gedə. Baxın bura. Gəlin zıpım editorun şeylə buradan seçə bir dənə. Görə hardadır o? O bayaq seçdiyim yazı biraz uzaqdadır. Burada bəlkə marketi düzəltməyə çalışdım. Amma düzəltmək olmaz. Evzat qoya bilərik amma market qoymaq olmur deyəsəm. Ev qoymaq var amma market yox. Digərdə görürsünüz ki bir çox, hətta çox şey var. Həqiqətən çox şey var burada. O seçdiyimiz, bayaq seçdiyimizə gəlir silməzdi, kopyalayardıq onu, qalardı bizdə. Ya bura gətirərdi onu. Hə, tapdım olsa, ya burada dostlar. Bunu qoyaq bura. Görürsünüz ki, baxın birinci yuxarıda burada, solda yuxarıda Move yazılıb. Yəni buradan sağa, sola, yuxarı, aşağı da elə bilirsiniz. Onun aşağısında Rotale yazılıb. Bununla da belə fırada bilirsiniz dostlar. Görürsünüz kimi belə sağa sola sürüşüb eləyir görürsünüz kimi. Burası skaladan isə bunu böyüdürsən. Baxın belə uzadırsan ya kiçildirsən eləyirsən. Nə qədər böyük eləyirsən istəsən. Baxın görürsünüz kimi bu qədər. Çox böyük olur. Bu bilmədim nədir. Bu undo. Undo deyəsən 2 dəfə eləmək olur. Bu da daha uzun eləmək olur. Dublikatda 2 dənə eləyirsən deyəsən. 2 dənə eləyirsən. Yəni birini silək, biri qalsın. Bizə hələ biri lazımdır. Bundan biraz oynayaq. Belə eləyək. Bundan oynayaq. Yəni bu düşündüyünüz kimi Azərbaycan versiyasıdır. Huzeyfa Hakan çəkdiyi kimi türk versiyasıdır, Azərbaycan versiyasıdır. Bunu Move. Bunu biraz gətirək bura. İndi bunu gətirin yox, bunu gəlin qabağa çəkək. Belə qabağa çəkək. Hələ böyüdəcəyik bunu. Baxın belə. Biraz düz qalsa. Düz qalsa daha yaxşı olar amma. Hə, baxın belə, həfsə. İndi buradan böyüdək. Uzadaq yəni, görürsünüz kimi. Görürsünüz kimi qəşəng bir dənə uzatdıq bunu. Move'yə girək. Gətirək biz bu tərəfə. İndi rast gəldim deyil də daha doğrusu buradan belə qabağa çəkək. Görürsünüz kimi Allah'a şükür bitirdik bunu. İndi bunun üstünə necə yazı yaza bilərik biz? Bir dənə gözlə görüm orada. Buradan G-imlə baxın burada T hərfi var. Buraya yazmaq istəyirik. Amma prosesimi necə yazaq bura. Şimdi bəli dostlar, Allahın köməyi ilə bitirdik Allah'a şükür gördüyünüz kimi. Yəni gəlirik bura roaddır, yoldur, vehlicidir, nədir. Baxın bura iş maşınları qoymaq istəyirəm. Bura benzinin yanına baxın, bundan qoysaq. Biraz arxaya aparsaq bunu. Bir dənə bundan qoyaq bura gördüyünüz kimi. Sonra başqa bir dənə kepçə qoyaq bura.
Əkəbcə. Bu çox yekə oldu elə bil dostlar. Bunu bastırmaq yox. Bir dəqiqə bunu. Qırmızıdır o. Mavi nərinə benzəyir. Deyək dostlar, gəlin bir dənə belə çevirək bunu. Mavi bilmədim məndən nə istəyir. Baxın, düpbəcə çevirdik gördüyünüz kimi. Bu nədir? Qaday qaqa. Biz yaşıl oynamaq istəyirik. Baxın, yaşıl. Yaşılı bir dənə basa bilərəm. Həqiqətən deyir ki, dostlar, yaşıla basıb eləmə. Deyir, basıb eləmə. Bəli dostlar, bitirdik bununla gördüyünüz kimi. Yəni, tırmız da orada qaldı. Sonra görək. Görək, save eləyək sonra. Bura ağac qoyaq. Buradan bir dənə vehicle construction və digər. Ya baxın, bunlardan çox qoymaq istəyirəm. O, nə qədər yekə dostlar. Bunlardan nə qədər çox qoymaq istəyirəm. Çox böyükdür bunlar. Bəlkə bura qoyaq dostlar elə. Həqiqətən dostlar, çox böyükdür bunlar. Qoymaq istəyirəm mən buralara. Belə ola bilər. Amma prosta yol tutmasın. Hə dostlar, gəlin bununla qoyaq bir dənə. Dostlar, bir anda bundan qoyduq, gördüyünüz kimi. Uzaqdan qəşəng görsən, amma çox böyükdür yəni. Elə bir problem var, həqiqətən çox böyükdür. Yavaş-yavaş gedək. Bunu qoyduq, sonra bir dənə Azərbaycan bayrağı tikək dostlar bura. Buna görə Azərbaycan bayrağı üçsün görəyənə qoya bilərik bura. O, bayaq yazdığımızdan aslında qoya bilərik. Azərbaycan bayrağı düzəldirik də, yəni sonuçda Azərbaycan bayrağı düzəldiyoruz. Baxaq görək hardadır Azərbaycan bayrağı. Azərbaycan bayrağı üçün bir dənə yazdığımızdan bir dənə təzədən yenə götürsək düzəltmiyor. Bu şeyin üstünə düzəltmək istəyirəm. Yuxarı göydə görsənsin də dostlar. Ben gəlin çıxaq yuxarı. Olmasa bu da düzəltmək istəyirəm Azərbaycan bayrağını. Şurada düzəldək. Baxın bunu qoymaq istəyirəm bura. Qoyulmur amma. Ona gəlin Azərbaycan bayrağını özümüz düzəldək məhəllənin ortasında. Qoy gələk. Dedik dostlar, gəlin burada düzəldək. Bundan qoyuram. Birini silək, o biri qalsın. Hə, biri qalsın. Bunu buradan yerel o. Skale. Onu uzatmaq olur yuxarı. Gəlin onu yuxarı uzadaq. Uzatdığımız qədər. Elə bu qədər uzanır, hafisa. Birini də üstünə qoya bilərik dostlar, görün. Bir dəqiqə. Deyəsən üstünə qoymaq olar dostlar. Üstünə qoyub bir böyük bir Azərbaycan bayrağı uzatmaq istəyirəm bura. Deyəsən Azərbaycan bayrağı dışında hər şey pis oldu. Azərbaycan bayrağı yaxşı oldu. Yəni əlimizdən belə şeylər gəlir dostlar. Belə elədik. Ayarlayaq. Bəli dostlar, gördüyünüz kimi hazır oldu bura. İndi bir dənə belə bir şey. İndi bayaq yazdığımızı götürüb yuxarı qaldıraq. Çox yuxarı, çox yuxarı. İndi bunun rəngini dəyişəcəm, ayarlayacağıq, eləyəcəyik. Bunu biraz gətirək bu tərəfə. Belə arxa, bunu qabağa verək. İndi gəlin buradan Azərbaycan bayrağı bir dənə rəngini seçək. Gördüyünüz kimi rəngini seçməyini seçsək, prosta gələk bura qoyaq indi. Bunu boynuza da ayarlayaq. Bura qoyacağıq gördüyünüz kimi. Buradan gəlin buradan yerlərdən bir dənə boynuza da ayarlayaq. Uzadıb eləyək gördüyünüz kimi. Böyüdək, indi buradan qabağa aparaq. Skaledən gəlib biraz da böyüdək bunu. Gördüyünüz kimi bir dənə götürdük, indi ikincisini yenə qoyaq bura. Daha doğrusu gəlib bunu duplikat eləyək, kopyalayaq. Sonra bunu biraz aşağı endirək. Endirməyini aşağı endirə bilsək. Aşağı indirdik, indi qırmızını basaq buradan. Gördüyünüz kimi qırmızını bastıq, ona bastıq. İndi biraz gətirək qabağa. Biraz sağa aparaq, gördüyünüz kimi. Azərbaycan bayrağını düzəltməyə çalışırıq. Buradan bunu basaq, bunu yox, bunu basaq. Bunu biraz balacalaşdıraq, bunu basaq. Bunu biraz arxaya eləyək. Bunu biraz bu tərəfə gətirək, indi bunu da aşağı verək. İndi bunu duplikat eləyək. Bunu gətirək aşağı.
Bunda yaşlı rəydə eləyək. Adamın gözləri çıxdı yaşlı rəydən. Qırmızını seçək. Buradan scale'dan bir dənə böyüdək biraz. Yəni mavi ilə eyni olsun bizə bəsdir. İndi gəlin buradan bir dənə böyüklük seçək. Bunu da bir dənə böyüdək bir damcı. Bir damcı o qədər də yox. Aslında qədər yaxşı olmadı amma. Yəni gəlin bunu da böyüdək biraz. Türk bayrağı üzəsi daha asandır. Onun bu Azərbaycan bayrağıdır. Yəni. Üstdən gəlin biraz böyüdək. Amma mavi də böyük oldu. Necə bunu biraz. Eyni boyda eləsək bəs. Sən gördüyünüz kimi Azərbaycan bayrağını düzəltməyə çalışdıq. Yəni bu qədər əlimizdən yəni bu qədər gəldi. Yəni o qədər çox düzəltməmişik. Amma yəni Azərbaycan bayrağına oxşadı. Gördüyünüz kimi bura bizim məhəlləmizdir, bizim yerimizdir bura. Yəni həqiqətən qəşəng oldu məncə. Gəlin bir dənə maşınzat seçək. Bura maşınzat qoyaq evlərin zadın qabağına. Nə qoyaq? Bir dənə gəlin Mercedes qoyaq. Baxın burada dayansın. Bir dənə Mercedesimiz oldu. Bir dənə Mercedes burada dayandı. Qolik. Qolikdən yaxşı maşın var. Buradan Rohtaydan gəlin bir dənə çevirib qaraja. Bunu Rohtaydan yox, bunu biraz qaldıraq. Baxın bu da qalikimiz bizim. Qalikimiz. Avtobus gəlin siz qoyaq. Avtobusu hara qoyaq deyəcək olursaz. Gəlin avtobusu bura qoyaq. Bunu Rohtaydan bir dənə gəlin belə çevirək. Gördüyünüz kimi avtobusu da qoyduq bura. Konstruksiyon yox. Konstruksiyonu gəlin bir dənə yine seçək buradan. Ev deyilə gəlin bir şey seçək buradan. Konstruksiyonu. Ne seçək? Yoxsa yoldan yox, velokratyondan gəlin bir dənə oturacaq zat seçək. Oturacaq. Gəl oturacaq var burada. Oturacaq burada yoxdur. Onu da ağaclardan seçək. Onda da ağaclardan yoxdur. Buna görə oturacaq olsa da oturacaq qoyarıq. Konstruksiyonda deyil o. Konstruksiyon. Ya da digər də olar dostlar. Digər də ola bilər. Gəlin bura baxaq. Digər də var mı yoxsa yoxmu? Deyəsən olmayacaq dostlar. Burada mini zero open yazılar var amma oturacaq deyəsən yoxdur. Tapdıq. Yəni bunlardan evin qabağınızı da qoyaq ki, burada park kimi yerdə otursunlar. Görək. Hara park qoya bilər. Gəlin buralar yerdə. Baxın bura. Gəlin bura qoyaq. İndi bunu yaşılla fırladaq bunu. Yaşılla fırlatdıq. Duplikat. Qoyduq bura. Gördüyünüz kimi 2 dənə qoyduq bura. Oturarlar. Sırada oturarlar. Sonra başqa görək nə qoya bilərik buralara. Bunlardan qoya bilərik görək. Dənizdə də səyahət eləyə bilərlər. O qədər də yaxşı. Mən fikirləşmişdim biraz yaxşı olacaq. Amma o qədər də yaxşı olmaz. Görək başqa nə qoya bilərik. Zibi qabı. Biraz zibi qabı yox. Gəlin buradan zibi qabı qoyaq. İndi. Digər də bura. Danışıqda oynaya bilirik, yapara bilirik. Bəs. Can bundan da bir dənə qoyaq üstünə yazdım. Gördüyünüz kimi Tural bələdiyyə yazdım. Məncə qəşəng oldu. Zibi qabıyama yazdım Tural bələdiyyə. Yəni şəhərimizə 10 üzərindən neçə verirsiniz məhəlləmizə? Onu yazmağı unutmayın. Gördüyünüz kimi burada Azər petrol var. Burada Azərbaycan bayrağı belə bir şey. Əslində bunu qoymağım yaxşı oldu çünki uzaqdan baxana görsənirdi yəni bir yer oldu. Azərbaycan bayrağının üstünə eləmək istəyirdim daha yaxşı görsəniz. Amma Azərbaycan bayrağı gördüyünüz kimi oradadır. Bura maşın oturacaq, silvi qabı zat qoyduq, üstünə bələdiyyə zat yazdıq. Yəni bu güncəlmə betada olmayanlar məncə 2-3 günə gələ bilər. Yəni normalda betada olmayanlar güncəlmə 1 həftə sonra gəlir, beta gələndə. Yəni betada olmayanlar 1 həftə sonra gəlir, ona görə məncə 1 həftə sonra gələcək. Yəni 1 həftə keçsə, yəni gəlmədisə o öz problemlər olacaq. Yəni biz çox şikayət edəcək. Ona görə yəni 1 həftə deyil, indi 3-4 gün keçibsə 2-3 gün qalıb deməkdir. Ona görə 2-3 günə də gələcək yəqin. Gəlin videolara görüşək. Sağ olun.